Hamıya salam. Bugün ikinci qruplar üçün bir video çəkirik. Yanımda gözəllər gözəli Səma xanım var. Bu qız, yəni zəkadır da, bildiyimiz zəka. Ödənişsiz oxuyur. Prezident təqaüdü alır. Həmçinin buraxılışdan tam bal yığıb 300. Həmçinin adı da oxuyur. Hansı ixtisasda oxuyursunuz? Tamam. Mən İsmailova Səmam, 669 ballıyım. Adada maliyyə ixtisasına qəbul olmuşam. Amma hələ də EYP-dəyəm. İngilis dili öyrənirik. Bəli. Öyrənmirik, sürünürük. Hər həftə imtahanlarımız var. Nəsə, adı haqqında danışacağıq. İlk öncə səni təbrik edirəm həqiqətən. Çox böyük nailiyyətdir, yəni bunlar. Prezident təqaüdü almaq, yəni başqa təqaüdü almaq, sonra adada oxumaq və 300 tam yığmaq. Necə oldu ki, sən 300-ü tam yığdın? Nə hisslər keçirdin orada və necə oldu? Əslində, buraxılışda 300 yığmaq tam olaraq ağıl işi ilə deyil. Biraz orada görəkən sənin bəxtin də yaxşı olar. Amma belə də çox çalışmaq lazımdır. Yəni, həqiqətən kim deyirsə çalışmıram, yalan deyirlər. Net də yəni yalandır. Oxuyurdum, normal var idi. Gün ərzində 3 saat falan yatardım. Qalan bütün vaxtımı oxuyardım. Çox vaxt fərqli kitablar işləyərdim. Yəni, müəllimlər verirdisə mənə toplu güvəndən əlavə özümə testlər tapardım. Yəni, self-study'nin önəmi çoxdur burada. Sırf hər şeyi müəllimdən gözləmək, müəllimin verdiyi ilə kifayətlənmək olmaz. Nəticə verir çox vaxtı. Hazırlıqla məktəbi necə çatdırırdın? Mənim hazırlıq müəllimlərim elə mənə dərs deyən müəllimlər idi. Yəni, mənim üstünlüyüm o idi ki, mən məktəbə gedəndə də hazırlığın dərslərində onların dərsində oxuya bilirdim. Elə bir günlük 6 dərsimiz var idisə, mən o 6 dərsdə də elə hazırlığının dərslərinə hazırlaşa bilirdim. Bəzi müəllimlərimiz var idi, bəli, mən ingilis dilini ümumiyyətlə hazırlığa getmirdim. Biz ingilis dilini dərsdə öyrənirdik. Onun dərsində başqa bir dərs edə bilmirdik. Amma qalan dərslərdə, yəni istənilən dərsdə mən hazırlığımı orada hazırlaya bilirdim. Səncə evə çox yük düşmürdü. Səncə hazırlığa getmədən tam bal toplamaq mümkündür? Əgər dərs müəllimləri maraqlanırsa, yəni dərs müəllimləri yaxşıdırsa, mümkündür. Amma dərs müəllimləri də maraqlanmırsa və şagird biraz məsuliyyətlidirsə, məsuliyyətsiz olan şagird də alınmır. Yəni, inanırsan ona dilləri, mən heç hazırlığa getməmişəm, ancaq evdə oxumuşam, ancaq məktəb. İnanırsan buna? O, medianın tələbidir, bizdə yaşamışıq. Yəni, eyni sözləri mənim verdiyim intervyularda da görə bilərsiniz. Eyni sözləri mən də demişəm, hazırlığa getmədən yazmışam, amma yalandır. Sadəcə bizdən tələb olunur o. Biz o müsahibəni vermədən əvvəl bizə deyilir onlar. Ona görə biz qəbul edib deyirik. Hətta xatırlayıram ki, mənim ona görə bir müsahibəm silinib. Bəli, ona görə bizə ora getməmişdən əvvəl bizə deyirlər ki, siz orada hazırlıq adını işlədə bilmərsiniz. Sən nə demişdin orada? Mən müsahibəmdə də eyni sözlərdə hazırlığa getmədən məktəb şəraitində hazırlaşmış və imtahan vermişəm. Bəs necə oldu silindi o? O müsahibəni verməzdən əvvəl bir müsahibə vermişdim. O müsahibədə demişdim ki, hazırlığa gedirəm və həmin müsahibə sahiblərdən silinmişdi. Belə bir hadisə başıma gəldi. Yəni ki, inanmayın o sözlərə. Yalandır. Kim deyirsə hazırlıqsızdır, yalan deyil. Hazırlıq zamanı vaxtını necə planlayırdın? Çox vaxtı planlaya bilmirdim. Necə? Mənim adətən hazırlıqlarım, yəni evdə dərs oxuya bilmirdim deyə gedib əlavələrə gedirdim hazırlıqlara. Və axşam saat 8-də, 9-da, hətta 10-da belə gəldiyim vaxtlar olurdu. Adətən gələn kimi yemək belə yemədən yatırdım. Yatırdım, hardasa 3-4 saatdan sonra gecə saat 1-2-də belə oyanardım. Daha icaddan sonra məndə yatmaq olmazdı. Səhərə qədər oxuyub, sonra da dərsə gedirdim. Dərsdən çıxıb birbaşa hazırlıqlara və yenə günlük eyni rutinin təkrarlanırdı. Bəzən elə dərs olurdu ki, normal insan onu 1 saata bitirirdisə, mən ona 3-4 saat sərf edirdim. Beyin yorğun olduğu üçün. Peşmansan bedənlədiyinə görə? Yox. Peşman deyiləm çünki burada, yəni istədiyimi əldə eləmişəm. Yəni, yenə olsaydı, yenə özünə vaxt ayırmadan, yatmadan eləyərdin hər şey. Əslində, orada mənim normal 1 saatlıq iş 3 saata görməyimin səbəbi özümə vaxt ayırmağım idi. Yəni, dərsin arasında mən oyunda oynamışam, mən uşaqlarla söhbət də eləmişəm,
Yeri gələndə kimlərlənsə harasa getmişəm də. Amma onu dedim ki, həftənin 7 günü hazırlıqlarım vardı. Hə, amma çatdırmısan da bu mümkün olur. Belə bir şey var ki, hamı bilirdi ki, Səma sabah dərsdə onsuz hazır gələcək. Yatmasa belə hazır gələcək. Yəni ona görə hər zaman çatırdı. Yetişdirib at gedirdi. Bəzi insanlar deyir ki, yəni mən heç nə eləməmişəm də, heç nə eləmədən hazırlıqda deyirlər. Deyirlər ki, özümə vaxt ayırmamışam, telefon işlətməmişəm, heç nə eləməmişəm, amma bu balı yığmışam da. Yəni yaşamamışam, amma bal yığmışam. Sən telefon falan işlətmişdin? İşlətmişəm, telefonum da vardı. Hazırlıqlara da aparırdım onu. Evə gəlirdim, yenə o telefondan işləyirdim. Hətta yadıma gəlir ki, mənim qoşulduğum qruplar çox idi. Hətta hardasa 1 saatdan artıq onlarla söhbətə vaxt ayırırdım mən. Yəni ki, mümkündür. Gündəlik dərs rejimin necə idi? Dərs rejimim günlük hardasa məktəbdən sonra minimum 3 hazırlığım olurdu. Bəzən 2 olurdu. 2 olan günlərə də əlavə salıb gedirdim, yenə 3 olurdu. Həmin vaxtlarda da gələndən sonra həmin gün gəldiyim günün dərsini oxuyurdum ki, yəni son günə saxlamayım onu. Son günə qalsa çatmırdı. Həmin gün oxudumsa bitirdi. Yəni ki, ertələməmək lazımdır da dərsləri. Gəldiyin gün oxudunsa, növbəti gün gəldiyin günü oxuyamağa vaxt Rahat qalır. olur, hə. Və oxumaq deməyim də, yazılarını həmin gün yaz. Hazırlığa bir gün qalmış dərsi oxuyub gedəndə daha effektiv olurdu. Don't Procrastinate. yes. Təzə öyrənmişik bu səni. Uğurun sirri, yəni səncə davamlılıqdır, motivasiyadır, yoxsa cədvəl qurmaq, strategiyalar belirləmək? O motivasiya uğurun bəlkə də sadəcə 15-20% əhatə edir. Çünki bəzən motivasiya olmasa belə məcburiyyətdən nələrsə eləyirik. Motivasiya ilə də çox rol oynayır. Kim deyirsə motivasiyam yoxdur, eləyə bilmirəm, yalan söhbətdir. O sadəcə boş bəhanələrdir. Uğurun əsas sirri biraz planlı çalışmaqdır ki, planlı çalışa bilmirdim. Ümumiyyətlə də alınmırdı. Bu gün cədvəl qururdumsa, sabah o cədvəldən işləmirdim. Sadəcə əgər o işə həqiqətən ehtiyacınız varsa, onu həqiqətən də məcburiyyətdən eləyirsinizsə, mütləq çatacaq. Yəni mən bilirdim ki, mən məcburam bunu oxuyam ki, sonda ona istədiyim nəticəni əldə edə biləm. Yəni biraz da sizdə istək olmalıdır, maraq olmalıdır. Bir insan niyə məşhur olmaq istəməsin ki? Niyə yüksək bal toplayıb sayfalarda paylaşılmaq istəməsin ki? Yəni belə bir şey varsa sizdə, insan həqiqətən çalışır. Vaxt çatmadığını hiss elədiyin olurdu, yəni vaxtın çatmadığı olurdu və bu zaman nə edirdin? Olurdu, məsələn, bəzən olurdu 300-400-ə yaxın test verirdilər. Hiss edirdim ki, vaxt çatmayacaq. Və baxırdım ki, birindən hardasa 3 ya 4 dənə oxşar var. Mən onun birini yazıb, üçünü zaatdan yazıb gedirdim. Və yəni orada izah eləyə bilirdim deyə, o qədər də çox pis olmurdu da. Bir dənə riyaziyyat da eləyə bilmirdim onu. Çünki müəllim açırdı hər dəfə həllərinə baxırdı dəftərdə. Yəni köçürmüş sayılırsan da. Sayılıram, ən çox 11-də eləmişəm. 9-10-da yox. 9-10-da yaxşı oxuduğum müddətcə 11-də zaten asan gəlir onlar. Təkrardır da onun üstə. Asan gəldiyi üçün də sən düşünürsən ki, onsuz bunu pas getsən belə, mən gedib orada izah eləyə biləcəm. Mən niyəsini bilirəm. Yəni kimsə deyəndə ki, köçürtməmişəm, inanırsan buna? Yox. Çünki bizim sinifdə ən yüksək yazanların hamısı köçürüldü. Yəni hamı həyatını bir dəfə də olsa köçürdür. Çünki bunu bizi məcbur qoyurlar. Az versən eləməliyik. Hansı dərs metodlarından istifadə edirdin? Ən məşhuru o Pomodoro üsuludur. Yəni hamıya tövsiyə edirəm və Fərəhin Instagram səhifəsində ona aid bir video var. Gedin baxın. Çox səmərəlidir. Həm insan gec yorulur elə olanda, həm də hiss edirsən ki, özünə vaxt ayıra bilirsən. Yəni şey lazımdır, fasilə lazımdır. Fasilə lazımdır çünki adətən eynəkli insanlar, göz zəif olan insanlar üçün fasiləsiz oxuyanda istər-istəməz göz yorulur və oxuduğun belə anlaşılmır. Nə oxursan hərfləri pas keçirsən. Bir də görsən ki, alsan oxuyub sona çatmısan, amma heç nə anlamamısan da oradan. Və o özü vaxt itkisidir. Çox böyüksə. Mən onu yaşayırdım. Mən də əsasən buralara ağrıyır. Eynəyə çox taxanda. Bir gözüm qamaşır sonra. Qamaşır və ən çox test işləyəndə o hallar qarşılaşırıq. Test işləyən zaman göz yorulan müddətdə biz oradakı bəzi sözləri səhv oxuyuruq deyə testin cavabı da səhv olur. Və sonra deyirik ki, ayda mən bunu bilirdim. Bəli, mən onu çox edirdim. Yəni,
olar, olmaz. Bunlardan hamısı çatır bunlar. Səhv edirəm daha doğrusu. İndi keçək fənlərə. Hansı fən sənin üçün çox çətin idi? Tarix. Dəhşət əziyyət çəkirdim onu yadda saxlayınca. Və yadımdadır ki, onun ucbatından həftədə normal insan 2 dəfə hazırlığa gedirsə, mən 5 dəfə gedirdim. Sırf hər gün onu oxuyum ki, unutmayım. Yəni dəhşət çətin idi mənə. Və baxmayaraq ki, 3 il mən ondan hazırlığa getdim. Hər il eyni şey oxuyanda mən bunu keçən il oxumuşdum deyirdim. Yəni tarix o qədər təkrar tələb edirdi ki, Yeni şeylər elə bil ki, sən hər dəfə oxuduqda yeni şeylə qarşılaşırsan. Bir də hər test işlədikcə onu görsən ki, mən bunu görməmişəm amma bir də baxsan kitabda var. bir də axı 2 dəfə toplular dəyişildi, yeni Hə. suallar gəldi, dərsliklər neçə dəfə dəyişildi. Yəni tarixi oxumaq istəyən kitabı əlindən yerə qoymasın. Yəni. Ümumiyyətlə, səncə ən çətin qrup hansıdır? Sən də sual. Ən çətin qrup 4 deyərdim. Getməkdən qaçdığım qrup. Yəni orada çünki hər şey birləşib. Yəni həm riyaziyyat var, həm biraz humanitar var. Hər şeydən biraz var və adam yorulur orada. Və orada da çox az əlaqəsi var fənlərin bir-biri. Hə. Məsələn, bizdə tarixdəki məlumatları coğrafiyanın içində görürdüksə, onlarda biologiyada olan çox az məlumatı sən kimyada görə bilərsən. Maks 1-2 reaksiyanı görsən, sonrası yox. Amma səncə ikinci qrup rahatdır. O əslində belə baxanda heç biri rahat deyil. Yəni Məsələn, insanlar var, əzbəri yaxşıdır, humanitarı pisdir. İnsanlar var, riyaziyyatı həll edə bilir, fizikanı edə bilmir. Yəni, o belə baxsaq, hər qrupun bir çətinliyi var. Məsələn, bizdə riyaziyyatı yaxşı olan bir insan hər gəlir tarixi pis olurdu. hə. Və ya üçüncü qrup olsun, Azərbaycan isə yaxşı, tarixi mükəmməldir, amma ədəbiyyatı gəlir aşağı yazır. Birinci qrupların özündə çox vaxtı kimyada o halla qarşılaşır. Fizika, riyaziyyat yaxşı yazırlar, kimyanı yaza bilmirlər. Adətən bu 100 bal verən fənlər hər yerdə körlüyür. Bizdə ədəbiyyatımızda üçüncü qruplarda. Hansı belə deyim, vasitələrdən istifadə edirsən? Toplular, güvən. Əslində işlətdiyim testlər çox idi. Yəni biz hazırlıq dövründə adətən sadəcə toplu işləyirdik. Bir də qəbullar. Yəni ən əsası qəbul buraxılışların model testləri və əvvəlki illər idi. Belə də özüm üçün işlətdiyim vəsaitlər çox idi. Yəni demək olar ki, əlavə bütün test vəsaitlərindən istifadə etmişəm. Mən riyaziyyatdan bacardığım qədər aya bir kitab başa çıxırdım. Fərqli kitablar hamısından işləyirdim. Və faydası olur. Daha çox test görürsən. Bir də yaxşı oxuyan şagirdlər adətən bilir ki, mənə nə düşəcək, mənə nə düşməyəcək. Və baxır, bu sual düşməyəcəksə o sualı ötürür və ona lazım olanları işləyir. Bizə ehtiyac deyil ki, testin içində 15.000 test varsa 15.000-in hamısında işləyək. Orada o 15.000 testin uzağı sənə 10.000 imtahana düşən model olur. Qalan 5.000-ni işləməyə elə də əhəmiyyət yoxdur. İşləyərsən, elə maraq üçün, amma vaxtın varsa. Hə, yəni ki, əsas fokuslanmayın da ona. Məsələn, mənim tanıdığım insanlar var. Bu çox oxuyur deyə, yəni elə desinlər deyə hər şey işləyirdi. Lazım oldu olmadı ya, hər şey işləyirdi və yaxşı olmadı. O lazımsız şeyləri öyrəndikcə lazımlı məlumatlar beyində Dolur beyin. azalır. Yəni unudursan onları. Ona görə belə də çox ehtiyac verir. Məsələn, tarixdən fərqli vəsaitlər vardı. Adətən ən məşhuru güvəndən analiz edilən vəsaitlərdə. Tarixdən gedib kənar vəsaitdən oxuyanda artıq məlumatlar yaranır. Tamam, dünya görüşü üçün çox yaxşıdır bu. Amma imtahana hazırlaşan və 5-6 fənn oxuyan bir abituriyent üçün elə də məsləhətli deyil. Yəni özünüzü, beyninizi doldurmuyor. İngilis dilində nə edirdin? Azərbaycan dili və başqa hansı qaldı? Coğrafiya. İngilis dili hazırlığa getmirdim. Məktəbdə dərslikdən istifadə edirdik. Bir də toplu test və güvən nəşrlərindən istifadə etmişəm, tək olmaydı. Amma məktəbdən əlavə evdə özüm oxuyurdum. Məhəmməd Qarakişiyevin hardasa 4-5 fərqli nəşri var idi. Rəngləri ilə desək, qırmızı, qara, boz və yaşıl nəşrləri. Yaşlı istəyirəm. Və bir də səhv eləmirəmsə bənövşə rəngi var idi. Bənövşə görmüşəm. Onun buraxılış 5 yazılı kitabı idi. Onun hamısını işləmişəm. O adama məxsus bütün kitabları işləmişəm. Nərgiz Nəcəf işləyirdim, Dünya Nigar işləyirdim. Yəni işləmədiyim test yox idi. Yenə deyirəm, yəni müəllimin verdiyindən əlavə maks işləyirdim. Sonra şey vardı, İnci.
İnci Baxşəlinin 2 Ha. kitabı vardı, ikisini də bitirmişdim. Belə bitirmişdim deyəndə mənə lazım olan hissələrini işləyirdim. Yəni adətən seçirdim o bizə düşən 3 cümlə strukturlarını işləyirdim. Çox vaxtı dinləmə edirdim. Dinləmələrin testini eləmirdim. Qoyurdum, qulaq asırdım, özüm üçün hekayə formasında danışırdım, mənim üçün kifayətdir. Dinləmə elə də çox eləməmişdim. Ona görə imtahanda bəxtinə deyirəm ki, o 300-ü toplamaq bəxt işidir. Dinləmədə eşitmədiyim sualın birinci cavabını öz təxmin üniversitəsində yazmışdım. Amma kömək olur da, yəni ən azından dinləmə qabiliyyətiniz inkişaf edir və yadda saxlaya bilirsiniz ki, bu nə deyirdi, hekayə kimi yadda saxlayanda tuta bilirsiniz sualdan. O da yaxşı bir şeydir. Və Azərbaycan dili. Azərbaycan dilini çox da belə sevmirdim. Yalan deyirəm. Müəlliməmi də sevmirdim. Buradan salamlayıram onu. Azərbaycan dilini toplu işləmişəm. ERM nəşrləri var idi, 111 sınaq, 111 mətn səhvləmirəmsə. Onun arxasındakı qrammatika çox işləyirdi. Mən elə bir 3-cü qrup səviyyəsində qrammatika bilirdim, amma mətnləri işləyə bilmirdim. Mətnləri inkişaf üçün Enva Akademiyanın, Natiq müəllimin Qırmızı nəşrində 100 sınaq kitabı var idi. Ondan işləmişəm. Və bir də Güvənin Göy nəşrli bir kitab var idi. Hal-hazırda onların hamısı yenilənib, mən dediyim rənglərdə deyirlər. Güvənin sınağı kitabı var idi, bir də Hədəfin 140 mətn kitabları var. Onlardan işləmişəm. Azərbaycan dilinə də çox vaxt ayırmırdım, hazırlıqdan hazırlığa. Amma yəni hazırlığa gedəndən zaman hazırlıqdan əlavə testlər işləyirdim. Yəni 3-cü qrupun qəbulunun qrammatika suallarını işləyirdim ki, imtahanda mən o sualı nədən də itirsəm, o 10 sualdan itirməyəm. Hə. Amma çox vaxt 10 sual rahat düşür. Bir dənə çaşdırıcı olar ya da olmaz. Əsas mətnə məncə fokuslanmaq lazımdır. Mətnlərdə də mətnləri oxumamış sualları oxusaq, mətndə sualın cavabını hardan tapacağımızı bilə bilərik. Yəni, bir də coğrafiya. Və coğrafiyadan bizdə mənim müəllimim biraz çox məsuliyyətli idi. Gələndə bizə ancaq MİQ testləri gətirirdi. Bir də otururdu, özü qəbullar yazırdı. Qəbullardan suallar seçib onlardan yazıb gətirərdi. Belə də coğrafiyadan vəsait çox oxuydum, 4 fərqli vəsaitdən oxumuşam. Amma test olaraq sadəcə toplu test işləmişəm. Toplu testi də imtahana qədər 2 dəfə başa çıxmışdı. Deməli biz gördük ki, bu bəy buradan gedən deyil. Səs pis da üzrlü sayın zəhmət olmasa. Biz qalmışdıq coğrafiyada, zəhmət olmasa. Tamam. Coğrafiyada deməli dedim ki, mən sadəcə toplu işləmişdim. Amma oxuduğum vəsait çox idi. Bir də coğrafiya tələb edir ki, 7-24 xəritənin önündə olsun. Yəni siyasi xəritəsi olsun, fiziki xəritəsi olsun, daim gözünün önündə olsun. Toplunu çox işləmək kifayət edir, çünki topludan eyni suallar götürüb yapışdırırlar ora. Yəni heç bir dəyişiklik olmadan, heç bir fərqlilik olmadan toplunun situasiyalarını işləyin, toplunun testlərini işləyin. Bir də xəritəyə çox baxın. Coğrafiya üçün o bəs edir. Bir də bizdə müəllimə bütün illərin qəbullarını gətirirdi. Sonra onlardan seçib əlavə özü suallar hazırlayıb gətirirdi deyə. Yəni, biz elə coğrafiya yazılımında test çox işləyirdi. Məncə elə bu kifayətdir. O bir fənlərdən fərqli olaraq coğrafiya proqramı əhatə edir. Əlavə heç nəyə ehtiyac olmur. Səncə hazırlığa getməsəydin, bu qədər bal toplaya bilərdin? Hazırlığa getməsəm 600 plus xəyalı qurmazdım. Doğru. Yəni mümkünsüz bir şeydir, yoxsa Mümkünsüz deyil, sadəcə özüm o qədər məsuliyyətli deyildim. hə, yəni müəllim Mən bilirdim Nəzarət. ki, sabah bunu məndən tələb edəcəklər, ona görə oxuydum. Məndən tələb olunmadığı müddətcə heç nə edən biri olmamışam. və hazırlıq prosesini əslində bitirdik məncə. Başqa hazırlıqla bağlı nə deyə bilərsən? Hazırlıqda tələbkar olun. Yəni bəzi o qədər savadlı, yaxşı müəllimlər var, o qədər gözəl dərs keçən müəllimlər var ki, amma siz tələb eləmədiyiniz müddətcə keçmirlər. Mən riyaziyyatda müəllimdən o qədər sual soruşurdum ki, mənə deyirdi ki, mənim neçə ildə çox az şagirdim sənin kimi olubdu ki, gəlsin mənə desin ki, bu sualı mənə izah elə. Yəni maks siz tələbkar olduğunuz müddətcə müəllim də tələbkar olacaq. Nəticə də yaxşı olur. İndi keçirik adayla bağlı suallara. Adanı niyə seçdin? Və peşmansanmı, xoşbəxtsənmi? Adanı niyə seçdim? Çox yaxşı sual. Əslində xəyalımı çox sonradan qurduğum bir yerdir. Yəni əvvəlcədən buranı istəmiş biri olmamışam. Adanı niyə seçdim? Çünki təhsilə önəm verir. Perspektivi yaxşıdır.
Bitirənlərin iş imkanı əldə etməyi çox yaxşıdır və ilk dəfə olaraq dövlət sifarişli yerlər açılmışdı. Buyur. Ben birinci ve ikinci gruplar üçün. Yəni adada indi gözləntilərin və reallıq arasında səncə fərq var, yoxsa eyni hər şey? Əslində gözləntilərimdən daha da yüksəkdir. Adanı sadəcə şəkillərdə görmüşdüm və o qədər də çox təsəvvürüm yoxdur. Sadəcə haqqında araşdırmışdım. Belə ətrafımda oxuyan vardı, amma çox yaxşı əlaqəm yoxdur deyə onlardan da soruşmamışdım. Yəni gözlədiyimdən yaxşıdır. Mən kitabxanasını heç bu qədər geniş təsəvvür etməzdim. Ətrafındakı parkı bu qədər geniş düşünməzdim. Hər kəs deyirdi ki, ada gəncliyin bu başından o bir başladı. Deyirdi deyirlər də, özləri üçün danışırlar. Amma həqiqətən də dedikləri qədər var. Hətta dediklərinin ötəsində bir yer. Bəs təhsil necədir səncə? Müəllimlər çox tələbkardır. Narahatçılıq olmasa problemdir. Yəni oxumalısınız. Başqa versiyası yox. Oxumadınızsa kəsilirsiniz. Yəni kim deyirsə sizə gir universitetə, hər şey yaxşı olacaq, heç nə eləməyəcəksən, şeylənəcəksən, yalan deyir. Onun gedin ancaq rayon universitetlərində danışın o söhbəti. Məncə yəni Bakıda da müəyyən universitetlər var elə olan, amma Bəzi universitetlərdə bəli, elədir. çox elə deyil amma bəziləri. Hamısını ümumiləşdirməyək də o qədər universitet var. Əslində universitet də yox, daha çox müəllimdən asılıdır. Yəni fəndən fənnə dəyişir. Amma burada məsələ budur ki, müəllimlər bizi o qədər yaxından tanımır və müəllimlər bizə deyə bilməz ki, sən oxumasan da bu fəndən keçəsən. Amma digər universitetlərdə bu hallarla qarşılaşa bilərik. Həm də bizim müəllimlər hər semestr yox, sessiya olaraq dəyişir. 2 aydan bir dəyişir. Dəyişmədiyi vaxtlarda ola bilər, amma dəyişdiyi vaxtlar daha çox olur. Ona görə hər 2 aydan bir təzə müəllim görürük deyə onlar bizi tanımırlar da. Yəni birinə öyrəşə bilmirik. Elə deyək. İEP necədir səncə? Yuxarı kursların dediyinə görə çox asandır. Ümidvaram ki, gələn il biz də bu sözü deyərik. İnşallah. Əslində deməsək yaxşıdır. Məncə Əsas də. təhsilin zülmlərini görəndən sonra EYP-in asan olduğunu düşünmək həqiqətən dəhşətli olar. Yəni. Amma belə də çox çətin deyil. Təsəvvür edin, günlük 3 dərsin var, gedirsən və üçü də ingilis dilidir. Bir-biri ilə əlaqəlidir. Birini eləsən, o birini də eləmiş olursan. Amma hərəsinin öz tapşırığı var. Tapşırığı olur və çox rahatdır. Amma imtahanlar İmtahanları- çətindir. İmtahandan söz açmayaq ümumiyyətlə. Mənə təsəvvür edin ki, fərqli müəllimlər gəlir imtahanda, Ha. tanımadığın, görmədiyin. Əslində görürsən, amma adını bilmirsən. İmtahanda Yəni. öyrənsən adını. Hər həftə, yəni ciddiyəm, hər həftə imtahan var. Yəni Və sinifdə elədiyin hər şey graded. Hamısına qiymət Həqiqətən. alırsan. Yəni oturursan, oturuşundan qiymət alırsan. Cavab verirsən, cavabından qiymət alırsan. Çıxıb bir prezentasiya edirsən, ondan qiymət alırsan. Dərsə gec gəlirsən, ondan qiymət itirirsən. Yəni həqiqətən. Bir də honor kodlarımız məşhurdur da bizim. O mövzuya heç girməyək. Səma yeni bir məlumat nə öyrənmişdin bayaq dedim mən. Nə öyrənmişdim? Kantindəki stollarda müəyyən müddət var. Ondan artıq otura bilməzmişik. Kantində dərs oxuyanlara honor kod gəlirmiş. Yəni ki, siz yemək gec yeyirsinizsə, çalışın, əgər bura gəlmək istəyirsə, yeməyi tez yeyin. Çünki 1 saatdan artıq otura bilməzsiniz burada. Və düşünmürəm ki, 1 saatdan artıq oturub yemək yeyən insan olar. Niyə telefon baxanda olur? Məndə çox olur. Telefona universitetdə etməyin o şeyi. Keçən dəfə bir nəfər gəlib, salfetkanın qabını qoyub arxaya telefon söküb ora, qulağında qulaqlıq yemək yeyərək filmə baxır. Yeri deyil axı. Filmə gedib evində baxarsan, rahat oturub baxarsan. Sənə deyəcəm o şey kim eləyir? Mən başa düşdüm onu kim eləyir. Bir adam var o da o eləyir. Ancaq bir şey deyil. Adada tələbə həyatı səncə necədir? Şəxsi inkişaf, sosiallıq, networking üçün çox möhtəşəm bir yerdir. Və tələbələrin əksəriyyəti o qədər səmimidir ki, səni tanımasa belə, sən ged otur yanında səndən söhbət edəcək. Elə bir ortamdır. Yəni networkingin ən gözəl məkanı buradır. Biz qrupda 20 nəfər isə 20 nəfər də bir-birini tanıyır. İxtisasımızı bilməsək belə hər şeyi bilirik. Yəni həqiqətən hər şeyi bilirik. Yemək zövqlərimizi belə bilirik. Amma
çalışın ki çox səmimi olmayasınız. Özünüzü böyle kullandırmaq ne demek Azərbaycanca? İstifadə. Hə, özünüzü istifadə elətdirməyəsiniz. Belə hamı ilə əlaqə saxlayın. Əlaqə gözəl bir şeydir, amma tutalım kimsə sizə bir şey desə ki, bunu elə, yəni çox cüzi bir şey də ola bilər. Yəni çalışın ki, sərhədlərinizi qoyasınız. Deməyəsiniz ki, ay bu mənə yaxşı danışırsa, bu mənim dostumdur. Belə bir şey eləməyin. Çünki Nə? mənim başıma gələn Şəxsi məlumatlarınız, sağlamlıq problemləriniz və gəliriniz qətiyyən deməyin. Gəlirimizi demişik. Qrupda 2 prezident təqaüdçüsü. Bizi öldürürlər, bizi yıxıb sürüyürlər. Qəti. Deməyin. bir də mənim yaşadığım, mənə neynəmişdilər. Yəni neynəmişdilər deyəndə əslində böyle bir şey eləməyiblər. Sadəcə onda mən anladım ki, heç kimə kömək eləmək lazım deyil. Kömək məsələn, kiminsə nəsə yerə düşübsə falan, belə şeylər eləyə bilərsiniz, amma mənəvi olaraq kömək eləməyin, həqiqətən eləməyin. Çünki bizdə həqiqətən xarici psixologiya hökm sürür və xarici psixologiyada olan insanlar bunu dəyərləndirmir. Ciddiyəm yəni, deməyin ki, mən sənə bunu eləmişdim, o da mənə qarşı bunu eləyər, eləmirlər. Çünki biz danışanda, adadan danışanda həmişə deyirik ki, planet içində planetdir bura. Yəni bura Bakı içində Avropadır və əksəriyyət Avropa düşüncəlidir. Yəni, Və siz Avropadakı insanlardan gözləməyin ki, sizə elədiyi bir yaxşılıq qarşılığında nəsə eləyəcək. Və əslində normal psixologiyadır əsl bu. Biz Azərbaycanlılar düşünürük ki, mən sənə bir şey eləmişəmsə qarşılığında mütləq yaxşı qarşılıq verməlisən. Vermirsə onun şəxsi düşüncəsidir. Bunu gözləməməliyik. unudulur. Sadəcə Azərbaycan xalqıyıq və biz onu gözləyirik. Yəni, amma unudulmamalıydı. Nəysə. Səncə burada rəqabət var, yoxsa əməkdaşlıq daha çoxdur? Məncə əməkdaşlıq daha çoxdur. Niyə? Çünki rəqabət olsa heç bir tələbə digərinə kömək etmək istəməz. Amma bizdə elə bir şeydir ki, bizdə free tutoring deyə bir şey var. Tələbələr gəlir əvvəlki illərin şagirdlərinə əlavə dərslər keçirirlər. Yəni necə dərslər keçirirlər? Sənin bir fəndən çətinliyin varsa, o fənn üzrə free tutoring varsa, gedib qoşula bilirsən və heç bir ödəniş etmədən. Onlar sənə orada kömək edirlər. Digər bizdə fərqli klublar var, hamısının birbiri ilə əməkdaşlığı var. Bütün departamentlərin hamısının birbiri ilə əlaqəsi var. Yəni burada da çox əməkdaşlıq keçirir. Ada heç kimdən rəqabət aparılacaq bir yer deyil məncə. Yəni ən qəşəng klub hansıdır? Allah Sport kahretsin, club. üzvü olduğumuz sport club. Burada Event'a gəlmişik, eventdan qaçıb video çəkirik. Daha necə olsun? yəni də belə bir şey deyim. Danışmasınca bunu. Yox. Açılmasın da mövzu. Nəysə də sport club özünüz düşünün də. Adaya gəlmək istəyənlərə tövsiyə nədir? Əgər məsuliyyətlidirsə, kompleksi yoxdursa, yəni deməsin də mən bundan danışa bilmirəm. Burada Yəni. mümkünat yoxdur. İstənilən versin, sən kitabxanada kimdənsə yan-yana oturarsan. Bəli, bunu da danışacağam. Deməli, bir dənə uşaq var. Bildim də kimi deyirəm. Çox mentalitetçi bir uşaqdır. Yəni, danış hekayəni mən burada sonra. Təsəvvür edin ki, getmişsiniz Avropada baş verən bir hadisədə. Hadisədə nə deyirsiniz ki, qadınların yeri deyil bura. Necə qarşılanır Avropada, siz onu düşünün. Və burada bir Avropadır. Burada gəlib hər hansısa bir şeydə, hətta əsas stafın çoxunun qadınlar olduğu bir şeyə siz qadınların gəlməməyini desəniz, necə hiss edirsiniz? Və hula hop məncə çox adam bilmir, amma yenə də beldə çəmbər fırlatma. Belə bir yarış təklifi irəli sürdü və bir insan çıxıb deyir ki, bizim mentalitetdə bu səhvdir. Az qalıb desin ki, yəni, bu günahdır. Siz bunu eləsəniz, yəni getdiniz də. Yəni, belə düşüncədə olmayın həqiqətən. Yəni, burada belə düşüncədə olan insanlar var və rəqabət hissində, rəqabətdə olan insanlar da var. Var, yəni mənim gördüyüm insanlar var. Yəni deməyin ki, adadır, belə olmaz. Elə deməyin. Düzdür, siz o insanlardan qaça bilərsiniz, özünüzə daha yaxşı insanlar tapa bilərsiniz, öz ağlınızda, öz düşüncənizdə olan insanları. Amma belələri də var da, yəni onları tapıb tapmamaq
sizin öz əlinizdədir. Səni kim dəstəkləyirdi bu yolda? Mənim ən böyük dəstəkçim mənim ailəm idi. Yəni hər uğurumda sevinən, nə olsa yəni arxamdayıq deyən ailəm olubdu. Xüsusilə də atam, anam, bir də bacım. Hə. Əslində başlarda Bakını yazmaq kimi düşüncəm yox idi. Yəni mən özüm rayondan gəlmişəm, rayonda qalıb orada oxumağı düşünürdüm. Mənə bacım dedi ki, yazacaqsan, adana çıxıb gedib oturacaqsan, orada oxuyacaqsan. Yəni başqa yolu yoxdur. Bu balla rayonda oturma dedi mənə. Yəni sondan sonra onun dəstəyi daha da artdı mənə. Yəni sən qərar verdin ki, bura gəlməlisən. Yəni bir də seçim eləsəydin, adaya gələrdin. Təbii ki, yəni bunun 100% başqa yolu yoxdur. Mənə baxıram, hər bir universitetdə oxuyuram. Hazırlıq yoldaşlarım da var, tanışlardan, qohumlardan var. Buradan başqa yuxarısı yoxdur. Yəni Azərbaycanda oxuyacaqsansa ən yuxarı buradır. həm ən yuxarı, həm də ən yaxşı. Amma bir şey də var ki, olduğun yeri özün ən yaxşı edirsən məncə. Bəli, bəzən əgər passiv olsan, heç kimlə ünsiyyət qurmasan, adada sənin üçün cəhənnəmdir. Çıxarda bilməzsən qətiyyən. Amma mən elə gəlir ki, buraya gələn tələbələrin əksəriyyəti, yəni danışmağı, insanlarla sosial olmağı, vaxtını səmərəli keçirməyi sevən insanlardır. Və sevməlidirlər ki, bura gəlsinlər. Yəni utancaqsınızsa, danışa bilmirsinizsə, nə bilim, Səma demiş, kompleksiniz varsa nəyəsə qarşı, tutalım kiminsə üzünə, kiminsə bədəninə qarşı kompleks olur. Yəni bunları o welcome-dan içəri girdinizsə onları atmalısınız. qıraqda qoymalısınız. Çünki burada heç kim sizi görünüşünüzə görə yargılamır. Heç kim deyəndə böyük əksəriyyət, yəni dediyim kimi eləyənlər var, onları görməməlisiniz. Çünki azdılar və onlardan uzaqlaşmalısınız. Yəni öz sərhədlərinizi özünüz qoymalısınız mütləq şəkildə. Eləyənlər də digər universitetlərdə 50-60% isə bizim universitetdə olsun maks 10-15%. O qədər çox deyil. Çox az. Bəzi geri qafalılar kimi. Gələcəkdə hansı sahədə çalışmaq istəyirsən? Əslində ixtisasım maliyyədir. Maliyyə üzrə çalışa biləcəyim çox yer var. Sadəcə əvvəlcədən belə də maliyyə şirkət başında oturum, amma öz işim olsun istəmişəm. Düşünürəm ki, maliyyə cəhətdən bu işi qura bilməyəcəm. Çox güman ki, hər hansı kiçik bir bizneslə başlayıb işimi böyüdə bilərəm. Belə ümid edirik, inşallah. Hope so. İnşallah. İndi mən kadrajdan çıxıram və sən gənclərə tövsiyə verirsən. Gələk məsləhətlər hissəsinə. Abituriyentlərə tövsiyəm odur ki, orta məktəb dərslərini çox yaxşı oxusunlar. Sabah birisi gün lazım olur sizə. Elə yerdə özə lazımınız olur ki, deyirsiniz kaş oxuyardım bunu. Məsələn, bəziləri düşünür ki, adətən aşağı sinif uşaqlarında olur bu düşüncə. 5-də 6-da oxuyanlarda ki, mən onsuz 10-cu sinifdə hazırlığa gedəndə 2-ci qrupa hazırlaşacağam. Nəyimə gərəkdir kimya? Mən oxumamışam kimya, çox peşmanam. Bizdə rus dili ümumiyyətlə keçirilmədi. Yəni keçirilsəydi oxumayacaqdım. Çox güman ki, gedəcəydim ehtiyacım yox. Amma bura gələndən sonra görürəm ki, həqiqətən lazımdır. Çox oxumaq lazımdır. Bir də dünya görüşüdür o. Niyə də oxumayasan, niyə də buraxasan? Hazırlığa gedirsiniz, hazırlığın dərsini vaxtında yerinə yetirin. Bir dəfə buraxdığınız dərsi ikinci dəfə çatdıra bilmirsiniz. Həqiqətən də yəni nə vaxt çatmır, nə insanda o fürsət olmuş ki, onu sonradan həll eləsin. Və buna görə də o hissəni ötürdüyünüz üçün sonra gəlir o hissədən zəifliyiniz olur. Hazırlığa çox getməyi tövsiyə tələb eləmirəm. Yəni mən özüm hazırlıqlara 9-da başlamışam. Amma belə də vardı 6-dan 7-dən hazırlığa gedənlər ki, məndən aşağı yazdılar. Yəni vaxtından tez hazırlıqlara başlamaq sizi də yorur. Vaxtınızı aparır və gəlirsiniz siz o hazırlığın dərsini çatdırmaq üçün məktəb dərsini buraxırsınız. Yenə onun özü bir boşluq yaradır sizdə. Hazırlıqlara gedəndə də müəllimlərdən tələb edin. Deyin ki, bunu sizə öyrətsin. Yəni baxın, araşdırın. Allah şükür hamımızın əlində interneti var, telefonu var. Araşdırın, maraqlanın suallarla. Görün imtahanda sizə nələr düşür. Və siz nə üzrə hazırlaşmalısınız ki, o imtahandakı sualların hamısını cevablaya biləsiniz. Hamısı olmasa belə minimum 80%-ni cevablaya bilərsiniz orada. İmtahanda
sualların 90%-ni düzgün cavablamaq sizə 630 bal verir. Yəni bunun özü belə bir üstünlükdür sizin üçün. Sonra sınaqlarda çox iştirak eləyin. Çünki o ortama alışmağın özü belə bir üstünlükdür. Mən adətən OTK ilə hədəfin sınaqlarına gedərdim. Çox da tövsiyə edirəm. Güvənim suallarında imtahanla əlaqəsi olmayanlar olur. Ona görə daha çox OTK və hədəf belə nəzərə alıram ki, imtahana daha da əlaqəlidir. Çoxlu dinləmələr edin. Açın, Spotify proqramında var. Belə də ən pis halda YouTube-dan tapa bilərsiniz. Və ya hər hansısa dərsliyin, məsələn, özünüz 10-cu sinifdə oxuyursunuz, 7-ci sinifin dinləmələri var, 8-in dinləmələri var dərsliyindən, 9-un, 10-un, 11-in dinləmələri var. Açın onlara qulaq asın. Sadəcə qulağınızı alışdırın o səslərə. Yəni, sırf testi qoyum qabağıma, dinləyim, test yazımdan olmur. Özünüzü alışdırın ki, o ortamada, imtahanda rahat yaza biləsiniz. Başqa nə tövsiyə verim bilmirəm. Özünüzün iradəsi, əzmi, hər şeyi həll edən sizin iradəniz, sizin əzminiz və sizin çalışqanlığınız olur. Bəziləri var, bir dəfə oxumaqla yadda saxlayır. Sizdə qalmırsa yadınızda, 3 dəfə oxuyun, olmadı 4 dəfə oxuyun, təkrar çox edin. Bacardığınız qədər nələrsə təkrarlayın ki, unutmayın. Çünki təkrar etmədiyiniz müddətcə bəzi hissələri yarımsıq xatırlayacaqsınız. O da sizin imtahanda yenə balınızı aparır. İmtahanda da hansı fənni yaxşı bilirsinizsə ondan başlayın, amma sona qədər yazmayın. Əslində bəzən olur ki, sona qədər yazanda daha effektiv olur, amma full fikrinizi ora yönəldirsinizsə, sonra o birilərdə yorğun halınız vaxtınıza düşür. Məsələn, adətən deyirlər ki, Azərbaycan dili buraxılışda çətindir. Azərbaycan dili əvvələ çalır. Əslində elə deyil. Çətin fənni əvvələ salanda, sona çatanda yorğun olduğunuz üçün asan və bildiyiniz fənləri yaza bilirsiniz. Ona görə hansı fəndən başlayanda özünüzü rahat hiss edəcəksinizsə, ondan başlayın. Təbii ki, imtahanda ingilis dilini dinləməsi əvvəl gəlir, digərlərini əvvəl başlaya bilmirsiniz. Amma o dinləmədən sonra bəziləri deyir ki, fokusunu ingilis dilinə vermirsən, sona qədər tamamla sonra. Bəziləri deyir ki, mən bu fəndən başlayanda rahat hiss edirəm, ona görə yarımsıq buraxıram. Mən özüm buraxılışda ingilis dilini dinləməsindən sonra ingilis dili üçdüm, astım birinci riyaziyyatımı yazdım. Ondan sonra ingilis dilini davam edib, ən son Azərbaycan dilini saxlamışdım. Belədə də harada ilişdirsə sualı ötürün. Çətin sualların üstündə vaxt itirməyin. Başqa da tövsiyə verə bilərəm, bilmirəm. Sadəcə özünüzə inanın. Yəni, uğurlu olacağınıza, harası gedəcəyinizə inanın. Mən özüm buraxılışın cavabı çıxandan sonra adıya verəcəm deyib daha çox oxumuşdum. Yəni, inandığınız müddətcə uğur daim sizin arxanızdadır. İndi Səma ilə oyunumuz var. Oyun deyəndə ki, Səma sana IQ-ü ölçəcəm. Etmə. Neyse, sən suallara baxma, gözümə burada oturam. Aha. Deməli, sənə suallar verirəm. Hazırsan? Hazır. İlk öncə bunu deyim. Deməli, adada gəlsən, çox böyük sumkalar gətiririk də, biz çox şey istifadə edirik. Bizdən böyük sumka gətirən tələbə görməmişəm mən. YP-in yeganə qrupu yox ki, əlimizdə Hər gün sumka, falan. 3 kitab, əlavə bir dənə də çanta gəlirik bizim universitetə. Hə. 3 əşya bilən ki, çox belə mühüm olsun. Hansı o 3 əşyanı gətirərdin? Universitetə Hə. telefonum, dəftərim, çox güman ki, digər də ruskam olar. Yəni, ən çox burada tapa bilməyəcəyimi düşündüyüm oysa ola bilər. Belə də ən pis halda bank kartımla ID kartım yanımda olacaq. Ona görə onların adını çəkmirəm. Çünki ID kart olmasa welcome-da Daşdəmir müəllim mənə çöldə qoyar. 100%. Deməli, indi sən IQ-ni ölçürük. Hazırsan? Hazırsan? Yox. Niyə? Deməli, suallar veririk. Bir dənə tapşırıq var. Və yaxud da hansısa club olsun, volunteer olsun, deadline var. Və sən 23.09-da deadline vaxtı bitirsən, 0.01-də bitirmirsən. Əsasən tapşırıq deyəcəm. Və sən nə deyərsən müəllimə? Deyərsən ki, mənim saatım geridə idi, ona görə səhv salmışam. Deyərsən ki, mən çoxdan yükləmişdim.
Amma internetimiz getmişdi falan, belə texniki problemlər olmuşdu. Ya da deyərsən ki, mən vaxtlar qarışdırmışam. Ya da özü əmin deyərdin ki, məndə səhv yoxdur. Özüm bilə-bilə göndərmədim ki, yəni səhv tapa bilməyəcəksiniz, bir də boşuna baxmayasınız. Əslində bəhanə yaratmağı sevən biri deyiləm. Yəni deyim ki, ya mən bunu gec göndərmişəmsə, demərəm ki, ay vaxtı bilmirdim və ya səhvdir. Yəqin ki, ən sonuncu özümə çox əmin deyərdim ki, məndə səhv yoxdur. Çünki üstəki ilk 3 versiya bəhanədir. Bəhanə deməyi sevən biri deyiləm. Davam edirik. Müəllim deyir ki, bu çox sadə sualdır. Yəni, belə deyək də, sən sualı görürsən və müəllim deyir ki, sadədir. Amma sən o sadə sözündən qorxursan. Bir anda beynin error verir ki, bu sadədir, amma mən xatırlaya bilmirəm. Əslində müəllimlər olur da, çətin sualda deyirlər sadədir. Yəni o anda. Ya da deyirsən, əminəm sadədir. Yoxsa deyirsən ki, yəni göz kontaktı qurmadan başqa belə tərpədirsən, düşünürsən sualı. Yoxsa deyirsən ki, müəllimə etiraf edirəm ki, siz sadə deyəndə mən daha çox qorxuram. Etiraf eləmirəm, çünki etiraf eləyəndə müəllimlər nəsə müəllimlərdə o etiraf cümlələri işə yaramır da. Etiraf elədiyim müddətcə çətinləşir. Xatırlayıram ki, Azərbaycan hazırlığında bu test çox çətindir demişdim. Növbəti dəfə gətirdiyi testdən, yəni ilk gətirdiyi testdən 85 yazmışdımsa, növbətidən 70 yazmışdım. Ona görə müəllimlərə etiraf eləməyin. Bunu da buradan bir məsləhət olaraq alın özünüzə. Nə deyərəm? Sualı düşünərəm. Səssizcə sualı düşünərəm. Yəni ki, sadəcə. Qrup işində heç kim işləmir, amma təqdimat hazırlamalısınız. Sən nə edərsən? Deyərsən ki, müəllimə heç kim müsait deyil, heç kim eləmir, mən də ona görə eləmirəm. Yoxsa deyərsən ki, yəni yenə texniki problem olmuşdu, biz eləmişdik. Yoxsa özün birbaşa eləyərsən. Əslində ilk başda çalışaram ki, hamını ora sövq edeyim. Alınmadığı müddətcə mən o qrupda varamsa istəmərəm. Yəni biz geridə qalaq. Ona görə özüm edərəm, çox düşünməyəcək. Deməli, səhər 8:30-da dərs var. Sən saat neçədə dayanırsan? 6. Hə, yəni 6-da oyanırsansa, bu o deməkdir ki, sən hazırlıqlı getməliyəm düşüncəsində olan bir insansan və planlı, məsuliyyətli bir insansan. Beləsən? Əslində hə. Çox planlı deyiləm, amma yəni məsuliyyət cəhətdən eləyim də yəni. Adada kantinə gedirik, break vaxtı. Sən deyirsən ki, mənə break çox lazımdır, 5 dəqiqə çay içim gəlim. Deyirsən 15 dəqiqə oturursan, yeməyi verirsən, 15 dəqiqə belə gelirsən. 30 dəqiqə oturursan, yemək yeyirsən, çay içirsən, şəkil çəkdirirsən, söhbət edirsən. Yoxsa dərs başlayır, sən də orada otursan. Adətən kantinə gedəndə o qədər sıra olur ki, yəni istəsəm belə 30 dəqiqə oturub orada şəkil çəkdirə bilməzdim. Amma belə də şəkil çəkdirməyi sevmirəm deyə mənə 15 dəqiqə kifayətdir, yeməyimi yeyib çıxar. Müəllim dərsə girib deyir ki, bugün quiz var. Çox eşidirik sözü. Ən klassik Kate müəllimin məşhur sözləri. Amma xəbər vermədən deyir də, qəfildən olur. Reaksiyan necə olur? Deyirsən ki, mən onsuz da həmişə hazıram. Deyirsən ki, bu zarafatdır. Yoxsa deyirsən ki, biz quizi dinə eləmişdik, axı mənə elə gəlir. Yoxsa deyirsən ki, mən ancaq salam verməyə gəlmişəm. Mən həmişə hazıram. Yəni buna görə də adıma telefonlar hamınız egolu yazmışsınız. Mən yazdım. İstinlik, mən yazmamışam. Esiz yazmışam. Aha. Təqdimat zamanı slaytlar silinib. Necə danışardın? Yəni deyərdin ki, slayt yoxdursa, mən danışa bilmərəm. Yoxsa deyərdin ki, slayt mənim onsuz da yadımdadır.
Yoxsa deyərdin ki, slaydla gedib, slayd gedibsə mən də gedim də onda. Yoxsa deyərsən ki, bu texniki problemdir yeniden. Əgər o slayd orada çox önəmlidirsə, bu həqiqətən problemdir. Amma slaydın əhəmiyyəti yoxdursa, slayd gedibsə mən yenə də davam edərəm. Çünki o slaydı mən hazırlamışam, sonsuz ardıcılığı bilirəm. Güzel. Yəni elə bir extensive reading-də elədiyin kimi dokurdum dedim. Əslində orada biraz slayd önəmliydi, amma belə də slayd olmasa belə yenə mən danışa bilərdim. Ən pis halda şəkillərin hamısı kompüterimdə idi. O şəkilləri göstərəcəydim. Karakterlərin şəkillərini. Onlardan danışacağım. Adada klub tədbiri var. Ümumiyyətlə tədbir var. Sən ora niyə gedirsən? Aktiv iştirak üçün, şəkil çəkdirmək üçün, yemək üçün, yoxsa sadəcə baxmaq üçün? Əgər qrupla gedirəmsə, deməli yemək yemək üçündür. Amma oranı stafıyamsa, deməli aktiv iştirakçı olmaq üçün gedirəm. Mən staf olduqlarımı duyuyorum. Aktiv iştirakçı olmaq üçün. Əlbəttə. Aktiv iştirak. Fərə, üzümüzü ifşaya geçsən burada. Sadəcə zarafatdır, qəbul eləməyim. Müəllim deyir, tapşırıq fərdi olmalıdır, fərdi yazmalısınız, individual. Aha. Sən nə edirsən? Yəni qrup işi qadağandır. Amma əslində qrupla da eləmək istəyirsən də bir növ. Qəbul edirsən ki, özüm eləyərəm. Hətta elə olar ki, dostlarıma da kömək eləyərəm. Yoxsa deyərsən ki, mən elə başa düşdüm ki, fərdi deyirsiniz, amma qrupda fərdi deyirsiniz. Yoxsa fərdi adı altında qrup şey eləyərsən. Fərdi deyibsə fərdi. Yəni necə deyirlərsə elədir. Burdaşların sözünü tərs edəndə sən qiymətin gedir. Ona görə də xahiş edirəm, müəllimlər nə deyirsə sözündən çıxmayın. Dərsə gecikmisən. Müəllim səbəb soruşur. İzah verməlisən. Bəhanə uydurarsan ki, təqdimat hazırlayırdım. Lift yavaş idi. Yoxsa yatıb qalmışdım ya da hər hansısa problem çıxmışdı. Nə deyərsən? Bəhanə uydurmuram, bu netdir. Ən sonuncu. Yəni problem nədirsə onu deyərəm. Çox vaxt onu da bəhanə olaraq qəbul edirlər, amma olsun. Yəni Həqiqəti demək daha yaxşısıdır. indi sən ballarda hesablayıram bir dəqiqə. Hətta maraqlıdır. Sən planlı panik insansan. Hər şey çatırsan, amma içində biraz da xaos var. Sənin ən yaxın dostun qəhvə, kofe Oyda, necə də tutublar. və nə deyirlər, ajandır, planlaşdırıcı. Ajanda, reminder. Yes. Hə, amma. Yəni belə bir insansan. Qəhvə favori dostum. Səhərləri onsuz aça bilmirəm. Necə idi o? Səhərimi qızıl bağsız, avokado qızıl bağsız aça bilmirəm. Elə idi o. Dəqiq bilmirəm mən də. Nəysə, bizdə həqiqətən mən ümumiyyətlə günümü onsuz keçirdə bilmirəm. Termosunda belə kofe gətirirəm. Yəni adam özünü çox boş hiss eləyir kofesiz qalsam. Razıyam. Və adətən çox az yatıram deyə. Yəni universitet vaxtı az yatırsan. Hələ də mən az yatıram. Günlük neçədə yatmağımı asılı olmayaraq səhər saat norma necə qoymuşamsa elə dururam. Və bir gün saat 10 dərsinə uyğunlaşmışamsa, səhərsi günü 8:30-da gedişəcəyimi bildiyim üçün mən hər gün 8:30 dərsinə uyanıram. Mən bu arada bir dəfə dərsə keçmişdim. O da cədvəlləri səhv salmışdım. Amma bu da bəhanə deyil, cidden səhv salmışdım. Və ən pis halda qrup lideri seçildiyi günə düşmüşdüm. Ona görə unudulmaz gün idi o həyatım. Çox sağ ol, çox sağ ol ki, gəldin. Mən təşəkkür edirəm. Amma sən sözün çox gəlir. Burada biri var, kimlənsə qışqıra danışır, özü telefonda. Bizi gözləyirik ki, o bitirsin, söhbətimizə davam edək.
Belə gedib, belə gəlir yəni. Məkan dəyişik. Hara gedir? O bu tərəflərdə boş yer var qədər. Orada da bizim sport klubumuzun şeyi var. Pull up yarışı. En şeydi də. Burada işləmir. Məncə sakitləşdi, çəkə bilər.